Azərbaycanda toylar şou-biznes nümayəndələrinin ən böyük qazanc mənbələrindən biri sayılır. Xüsusilə məşhur müğənnilərin iştirak etdiyi məclislər həm dəbdəbəsi, həm də yüksək qonorarları ilə diqqət çəkir. Son illər sənətçilərin toy qiymətləri ətrafında aparılan müzakirələr xeyli artıb. Bir çox hallarda yarım saatlıq çıxış üçün tələb olunan məbləğ adi vətəndaşların aylıq gəlirini dəfələrlə üstələyir. Bəs Azərbaycanın tanınmış müğənniləri bir toy məclisində iştirak etmək üçün nə qədər qonorar alırlar? Yarım saatlıq proqramla bütöv toyun qiyməti arasında hansı fərq var? Ən bahalı sənətçilər kimlərdir və onların tələb etdiyi məbləğlər hansı səbəblərdən dəyişir? Publikals xəbər verir ki, Yeni Sabah Azərbaycanın şou-biznes nümayəndələrinin toylara hansı məbləğə getmələri ilə bağlı araşdırma aparıb. Araşdırmanın nəticələrini təqdim edirik. Xalq artisti Faiq Ağayev toylara yalnız yarım saatlıq çıxış edir. O, bütöv və 1 saatlıq toy məclislərində qatılmır. İfaçının toyda yarım saat çıxış etməsinin qiyməti 10.000 manatdır. Günay İbrahimli toylarda yarım saat iştirak etmək üçün 6.000 manat qonorar tələb edir. Bütöv toy idarə etmək isə səs sistemi, ansambl, vokalist daxil 15.000 manatdır. Murad Arif yarım saatlıq çıxış üçün 4.000 manat tələb edir. Bütöv toyun qiyməti isə 14.000 manatdır. Xəyyam Nisanov Bakıda olan toy məclislərində yarım saat üçün 5.000 manat qonorar tələb edir. Bütöv toyun qiyməti isə 15.000 manatdır. Əməkdar artist Abbas Bağırov toy məclislərində yarım saatlıq çıxış üçün 6.000, bütöv toyu aparmaq üçün isə 18.000 manat tələb edir. Əməkdar artist Ədalət Şükürov yarım saatlıq çıxış üçün 4.000 manat, 1 saatlıq ifa üçün isə 6.000 manat gəlir əldə edir. İfaçı bütöv toy məclislərində iştirak etmir. Müğənni Manaf Ağayev bütöv toy məclisində çıxış üçün 3500 manat qonorar tələb edir. O məclisə öz ansamblı ilə qatılır və bir nəfər də xanım ifaçı gətirir. Xalq artisti Tünzalə Ağayeva toy məclislərində yarım saatlıq və 45 dəqiqəlik çıxış edir. O yarım saat üçün 6500, 45 dəqiqəlik ifa üçün isə 10.000 manat vəsait tələb edir. Əməkdar artist Manani isə Bakıda toy məclislərində yarım saatlıq çıxış üçün 5.000, 1 saatlıq çıxış üçün isə 7.000 manat vəsait tələb edir. İfaçı bütöv toy məclislərində iştirak etmir. Xatirə İslam yarım saatlıq ifa üçün 5.000, bütöv toy məclisi üçün isə ansamblla birlikdə 12.000, ansamblsız isə 8.000 manat vəsait tələb edir. Kəmalə Günəşli 1 saatlıq məclis üçün 2.000, bütöv toy məclisi üçün isə ansamblla 5.000, ansamblsız isə 3.500 manat qazanc əldə edir. Xuraman Şuşalı toy məclislərində yarım saatlıq ifa üçün 1500, 1 saat üçün 2000, bütün məclis üçün isə 4000 manat tələb edir. Əgər bütöv məclisdə musiqiçiləri ilə birlikdə çıxış edəcəksə, onda qiymət 6000 manat olur. Xalq artisti Brilliant Dadaşova yarım saatlıq çıxış etdiyi məclislərdən 8000, bütöv toy idarə etmək üçün isə 15000 manat qazanc əldə edir. Xalq artisti Zülfiyə Xanbabayeva isə toy məclislərində yalnız yarım saatlıq iştirak edir. Sənətçi bu çıxışı üçün 7000 manat qonorar tələb edir. Xalq artisti Eyüp Yaqubov da bütöv toy məclislərində iştirak etmir. Yarım saatlıq çıxış üçün isə 4000 manat qazanc əldə edir. Elit Star ləqəbi ilə tanınan Cəmilə Bayramova məclislərdə yalnız yarım saatlıq çıxış edir. O, bu ifa üçün 500 manat alır. Əməkdar artist Könül Kərimova toy məclislərində yarım saatlıq ifa üçün 3000, 1 saat üçün 4000, toy məclisində tam iştirak üçün isə 10.000 manat vəsait tələb edir. Əməkdar artist Elnarə Abdullayeva yarım saatlıq çıxış üçün 4000, toyu tək idarə etmək üçün 7000, ansambla çıxış üçün isə 12.000 qonorar alır. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.